Deməli, belə bir güvən üçüncü sınaq sualıdır. F30 Newton qüvvənin təsiri altında 20 kiloqram kütləli cismin sükunətdə olarsa, ona təsir edən sükunət sürtünmə qüvvəsi və dayağı reaksiya qüvvəsini hesablayın. Biz buradan deməli qüvvənin toplananlarını ayırsaq, deməli bu qüvvənin üfüqi toplananı F, deməli Fx bərabər olacaq F kosinus alfa. Deməli şaquli toplananını da ayırsaq, deməli bu da olacaq F y bərabərdir F sinus alfa. Biz bilirik ki, cisim sükunətdədirsə, dartı qüvvəsi deməli sükunət sürtünmə qüvvəsinə bərabərdir. Deməli F sükunət sürtünmə qüvvəsi F kosinus alfaya bərabər olacaq. Deməli F-i bizə 30 Newton verib, kosinus alfa 0,6, deməli bu 18 Newton olacaq artıq bizim sükunət sürtünmə qüvvəsi. Dayağın reaksiya qüvvəsini tapmaq üçün dayağı reaksiya qüvvəsi yuxarıdır, ağırlıq qüvvəsi də təbii ki aşağıdır. Deməli biz buradan dayağı reaksiya qüvvəsi üstə gəlsin, deməli F sinus alfa bərabərdir mg. Çünki bu iki qüvvə eyni istiqamətdə ağırlıq qüvvəsi onu tarazlayır. Buradan eyni tapsaq olur mg minus F sinus alfa. Buradan da bizə kütləni verib, deməli 20 kiloqram mg olacaq 200 Newton. Çıxılsın, deməli F yenə də 30, sinus alfanı bizə 0,8 verib. Buradan da olacaq 200 minus 24. Bu da deməli 176 edəcək. Deməli dayağın sükunət sürtünmə qüvvəsi 18 Newton. Dayağın reaksiya qüvvəsi isə 176 Newton. Yəni cavab B variantı edəcək.